Bugünkü proqramımızın qəhrəmanı sözün həqiqi mənasında həm əsl yolsuzluq, həm də idman avtomobili olan Land Rover markasının Range Rover modelidir. Bu avtomobil haqqında siz çox ətraflı məlumat almışsınız, çünki avtomobil həm dünyada, həm də Azərbaycanda həqiqətən populyar bir modeldir. Onu da qeyd edim ki, yeni Range Rover Sport'un test çəkilişləri 2 gün çəkdi və bu avtomobil həqiqətən də bu günlər ərzində əsl test drive olundu. Range Rover Sport necə avtomobildir sualını kimə versən, alınan cavablar fərqli ola bilər. Lakin istənilən halda cavab verənin bu avtomobilə neytral münasibət bildirməsi qeyri-mümkündür. İdmançı yoxsa biznesmen? Maraqlıdır ki, əsasən şəhərdə sürülən bu avtomobili nə qədər alıcı məhz yolsuzluq üçün seçir. Sport indeksli Range Rover ilə adisinin nə fərqi var? Biz bu sualları rəsmi distributor Crystal Motorsun nümayəndəsinə ünvanlamaqdansa, avtomobili 2 günlük testə götürməyi daha münasib bildik. Bir qədər əvvəl Land Rover ailəsindən yeni Discovery 4'ü sizə təqdim etmişdik. Onun böyük qardaşı Range Rover, yumşaq desək, vəhşi xarakterə malik olsa da eyni zamanda centilmendir. Lakin sport versiyası aristokrat ailəsinə mənsub olsa da, centilmenlikdən uzaq çılğına oxşayır. Onun kapotu altında yeni, eynən Discovery 4'də olduğu kimi 5 litrlik Jaguar mərki dayanıb. Range Rover Sport sözsüz ki, flaqmana oxşayır. Profildən yalnız arxa dirəyə tərəf mailli ilə onları ayırmaq olar. Range Rover'ın salonu geniş və çox rahatdır. Salonda yeniliklər var. Cihazlar paneli və mərkəzi konsol əsl idman əhval-ruhiyyəsi yaradır. Discovery 4'də olduğu kimi spidometr və taxometrin ortasındakı ekran bütün vacib informasiyaları əks etdirir. Məsələn, pnevmasmanın qalxma hündürlüyü, cruise control və transmissiyanın göstəriciləri və Terrain Response sisteminin seçilmiş iş rejimi. 7 düymlük sensor displeydə klimat kontrol və multimedia mərkəzinin görüntü və informasiyaları canlanır. Ekranın aşağısında mərkəzdə analog saat qeyri-adi ab-hava yaradır. Range Rover'də salondakı materialların keyfiyyəti, cihazlardan istifadənin rahatlığı və salonun vibrasiya və səsdən izolyasiya olunmasını təsvir etməyə dəyməz. Bunu yalnız görüb, hiss etmək lazımdır. Land Rover ailəsinə mənsub olan əsas 2 üstünlük Range Rover Sport'da da var. Yəni elektron pnevmasma və Terrain Response sistemi. Bu sistem amortizatorların sərtliyini avtomatik tənzimləyir. Ön mərkəzi tuneldə quraşdırılan və 5 müxtəlif rejimi tənzimləyən Terrain Response sisteminin tumbiləri sürücüyə ən müxtəlif relyef şəraitlərini tənzimləməkdə kömək edir. Sistemin idarə edicisi əvvəlki kimi sürət qutusu dəstəyinin arxasındadır. Sürət qutusu, diferensial və onun qapanmalarının birgə işini özündə cəmləşdirən sistem dartı xarakteristikalarını müəyyən edir. Bu zaman yol səthini tanımağı bacaran unikal transmissiya pnevmasmaları hər bir rejim üçün tənzimləyərək ən optimal idarə olunmanı təmin edir. Avtomobilin yüklənməsindən asılı olmayaraq, clearance'in hündürlüyü dəyişməz qalır. Hərəkət zamanı displeydə şassi və transmissiyanın iş rejimi canlanır. Mərkəzi və arxa diferensiallarla bloklanan tam ötürmə sistemi Land Rover Discovery 4 ilə eynidir. Pnevmasma avtomobili yolsuzluqdan daha 55 mm ayıra bilir. Maksimal clearance 23 cm-dir. Komplektasiyanı sadalamaq istəməsəm də, standart formada bəzilərinin adını çəkmək olar. Eşitməyə hazırlaşın. Dəri salon, 4 zonalı klimat kontrol, mühafizə və ağıllı açarsız daxil olma sistemi, tam elektropaket, yağış və işıq datçıqı, 6 ədəd təhlükəsizlik yastığı, elektron dinamika tənzimləyiciləri. Yeri gəlmişdən çox saylı abreviaturaları sadalamaq çətindir. Avtomobilin güclü mühərrikinin iştahası çox böyükdür və o, hətta adi rejimdə 20 litrədək benzin istifadə edə bilər. Lakin orta hesabla qarışıq rejimdə 15 litr yanacaq kifayət etməlidir.
Sportun V8 mühərriki 375 at gücü hasil edir. Lakin bu aqreqatın 510 at gücü reallaşdırmaq potensialı var. Rəsmi rəqəmlərə istinad etsək, idmançı 100 sürətini 6,2 saniyəyə yığır. Maksimal sürət 225 km/saatla məhdudlaşıb. Avtomobilin xarizmasını sözlə ifadə etmək çətindir. Doğrudan da təsəvvür edin. Bu avtomobil məxsusi mühərrik hissəsi ilə gələn zaman qeyri-ixtiyari çoxu ona yol verir. Hətta işıqforun qırmızı işığı da, yaxud hərəkət zolaqlarını ayıran qoşa xəttdə və ya təsadüfən onu gözdən qaçıran yol patrul xidməti də. Əslində bunu heç təsəvvür etmək də lazım deyil. Bakı küçələrində belə hallar tez-tez baş verir. Yeri gəlmişkən Range Rover həm də sinonimdir. Dəbdəbə, zənginlik, yüksək imic və sair və ilaxır sözlərin sinonimi. Əsl yolsuzluq və həm də idman avtomobilləri olan Land Rover modellərini əldə etmək üçün Jaguar və Land Roverin ölkəmizdəki rəsmi distribüteri Crystal Motorsa müraciət edin.